Hər birinizə salamlar. Bu artıq kanalımızın 3-cü videosudur və bildiyiniz kimi bugün 9-cu siniflər üçün buraxılış imtahanı keçirilib. Biz birlikdə bugün bu imtahanın suallarına baxıb birlikdə müzakirə edəcəyik. Gələn həftə imtahan verən 9-cu siniflərimə arzu edirəm ki, bu imtahan suallarına diqqətlə baxsınlar, çünki suallar adətən oxşar olur. Ona görə baxmanız sizin üçün faydalıdır. O zaman başlayaq sualların izahına. Birinci sualda bizim üçün bir ifadə verilib və bu ifadənin qiymətini hesablamamız tələb olunur. Deməli, məxrəcdə 20-dən 5 vuran çıxdıqda 20 çıx 50 eləyir -30. Deməli, 50 vurulsun, 56 vurulsun -15. Bir dəqiqə. 56 vurulsun -15. Məxrəci isə 14 vurulsun -30. -15 ilə -30 bir-birini ixtisar edir. Məxrəci alınır 2. Bu edir 56 bölünsün 14 vur 2. Yəni 56 böl 28. Cavab deyir buradan 2. D variantı alınır. İkinci sualda isə tənliklər sistemindən x tapmamız tələb olunur. Tərəf-tərəfə topladıqda y-lər bir-birini aparacaq. Buradan alınır 3x-imiz bərabərdir 0 üstü 6 eləyir 6. X də buradan tapdıq 2. Oldu Y variantı. Üçüncü sualda düzbucaqlığın uzunluğunu 40%, enini 20% azaltdıqda sayısı neçə faiz azalar? Deməli, bir düzbucaqlığımız var. Enini yazaq 10x, uzunluğunu yazaq 10y. Bu düzbucaqlığının uzunluğunu 40% azaltsaq, bu düzbucaqlığımız necə olacaq? Uzunluğunu 40% azaltdıqda, deməli uzunluğun 60% qalır. Onda qalır 6y-imiz. Enini 20% azaltdıqda 80%-imiz qalır. Deməli qalır 8x-imiz. Bir-birinə vurduqda buranın sayısı 100xy-dir. Buranın sayısı isə 48xy-dir. Nə qədər azalıb? 52xy azalıb sahəmiz. Deməli neçə faiz azalıb? 52xy bölünsün 100xy vurulsun 100%. Buradan da alınır bizim cavabımız 52% azalıb. Y variantı. 4-cü sualda, 64-cü sualda tərəfi 12 olan kvadratın perimetrini istəyir. Perimetr kvadratda 4 aya, yəni 4 dənə tərəfə bərabərdir. Buradan da cavab alınır 48. B variantı. 65-ci sualda tənliyini həll edin deyir bizə. Burada nə alınır? X çıx 2 bərabərdir. Hər tərəfi 3-ə bölsək 6 böl 3 o da bərabər olur 2-yə. X çıx 2-miz 2-yə bərabərdirsə x-imiz də bərabər olur 4-ə. Cavab alınır D variantı. 66-cı sualda açıq bucaq verilib. Açıq bucaq 180 dərəcədir. CO AB-yə perpendikulyardırsa, deməli bura 90 dərəcə olacaq. Yəni 90 dərəcə buradır. DOC bucağını isə 25 dərəcə verib. 90-25 bizim DOB bucağımız olur 115 dərəcə. Bura neçə dərəcə qalır? AOD bucağımıza x desək, x üstə gəl 115 dərəcə bizim üçün açıq bucağı verəcək 180 dərəcə. Buradan x də olur 65 dərəcə. A variantı. 67-ci sualda çox ədədi vuruqlara ayırın. Ortaq vuruğumuz var. Onu ortaq vuruq kimi mötərizə xaricində çıxartdıqda x üstə eləyirik mötərizə xaricində C çıxılsın D alınır. Buradan da cavab alınır D variantı. 68-ci sual. Burada nə olacaq? 10 natural ədəddən təsadüfən seçilmiş birinin sadə ədəd olma ehtimalı. İlk 10 natural ədəddən sadə ədədləri tapaq bir dənə. Hansılar var? 2, 3, 5, 7, 4 dənə var. 10 dənə natural ədədimiz varsa ehtimalımız nə olacaq? 10-da 4, yəni 5-də 2. C variantı. 69-cu sualda kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Deməli, biz bilirik ki, tərəf ya da uzunluq desək, uzunluq həcmlə kubik olaraq asılıdır. Yəni uzunluğun kubu həmişə həcmi verir nisbət cəhətdən baxanda. Deməli, kubun tilini 8 dəfə azaltdıqda həcmi nə qədər azalacaq? 2-nin kubu qədər azalacaq. Cavab deyilir 8 dəfə azalar. Ya da ədəd qoyaraq yoxlama üsulu ilə tapa bilərsiniz cavabı. Məsələn, kubun tilini 2 götürsək, həcmi olacaq 2-nin kubu. O deyir 8. Həcmi deyirəm. Uzunluğu 2 dəfə azalsa, bizim tilimiz olacaq 1 sm, 1. Oradan həcmimiz olacaq 1-in kubu, yəni 1. Gördüyünüz kimi 8 dəfə azalır. 70-ci sualda əkob 18-dən 36 neçəyə bərabərdir? Əgər 2 ədəd bir-birinə bölünürsə, onların əkobu böyük ədədi verir. Ona görə bunların əkobu olacaq 36.
Əbab 10-dan 11. Qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbabı isə olur 1. 36 üstəgəl 1 bərabər olur 37. Cavab olur Y variantı. 71-ci sualda A ilə B-nin kəsişməsindən C-ni çıxacağıq. Necə tapa bilərik bunu? A ilə B-nin kəsişməsini tapsaq hansı ədədlər olacaq? 1 var, 2 var və 5 var. Bu ədədlərimiz var. Buradan isə C-ni çıxmalıyıq. C nədir bizdə? 0, 1, 3, 6. Deməli, biz bunları bir-birindən çıxdıqdan alınır. A ilə B-nin kəsişməsi çıxılsın, C-ni alınır. 1 çıxacaq, alınacaq bizim üçün 2, 5. Oldu D variantı. 72-ci suala baxsaq. Biz bilirik ki, AB və BA ədədləri var. Bu ədədlər 2 rəqəmli ədədlərdir. Bizdən AB ədədini istəyir. Deməli, biz nə bilirik? AB ədədini atsaq nə olar? 10A üstəgəl B. BA ədədini atsaq nə olar? 10B üstəgəl A. Bunların cəmi nə olur? 11A üstəgəl 11B, yəni 11A üstəgəl B. Bu nəyə bərabərdir? 88 A çıx B-yə bərabərdir. Buradan 11 ilə 88 bir-birini aparır. Burada qalır 8. Bunları vurub atsaq, A üstəgəl B-miz nəyə bərabər olacaq? 8A çıx 8B. A-ları bir tərəfə, B-ləri bir tərəfə yıxsaq, 9B bərabərdir 7A-ya. Biz buradan A-nı 9, B-ni isə 7 tapırıq və AB ədədimiz nəyə bərabər olur? 97-yə bərabər olur. Cavabımız 97-dir. 73-cü sualda bizə ifadənin qiymətini hesablamamız tələb olunur. Necə hesablaya bilərik? Deməli, biz bunu vursaq, məsələn, vurub atsaq, 2-lər bir-birini aparar, alınar 2,85-in kvadratı. Yəni 2-lər bir-birini aparar, bizim üçün alınar 7,15-in kvadratı. Burada da 2-yə vuranda nə alınır? 2 vur 2,85 vur 7,15. İndi fikir verməliyik ki, bu A kvadratı üstəgəl B kvadrat üstəgəl 2AB düsturudur. Bu nədir bizim üçün? A üstəgəl B-nin kvadratını verir. Bu da olur 2,85 üstəgəl 7,15-in kvadratı. Yəni onun kvadratı cavab edir 100. Cavabımız 100-dür. 74-də bərabər tərəfli element üçbucağının sayısı bərabər tərəfli ABC üçbucağının sayısından 16 dəfə böyükdür. Perimetr ABC 9 olarsa, element üçbucağının tərəfini tapın deyir bizə. Deməli, biz nəyi bilirik? Biz onu bilirik ki, tərəf nisbətinin kvadratı sayı nisbətini verir oxşarlıqdan. Perimetrdə tərəfləri toplayaraq tapıldığına görə, yəni perimetr nisbətinin kvadratı verəcək sahə nisbətini bizim üçün. Deməli, onda biz perimetr LMN-i tapa bilərik. Bu necə tapacağıq? Perimetr LMN bölünsün perimetr ABC-nin kvadratı bizim üçün verir sahə LMN bölünsün sahə ABC. Düzdürmü? Düzdür. Element üçbucağının sayısı ABC üçbucağının sayısından 16 dəfə böyükdürsə, deməli, sahə nisbəti bizim üçün verəcək 16-na. Perimetr LMN-i bilmirik. Perimetr LMN bölünsün 9-un kvadratı bərabər olur bizim üçün 16-ya. Deməli, hər tərəfi kökə salsaq perimetr LMN böl 9 bərabər 4-ə. Perimetr LMN üçbucağının bizim üçün olur 36. 36 tapdıqdan sonra biz bilirik ki, bərabər tərəfli üçbucaqdır. Deməli, tərəfi A-dırsa, perimetr olur 3A. 3A 36-dır. Tərəfimiz də tapırıq buradan 12. Keçirik 75-ci suala. Qarşı təpələrindən biri koordinat başlanğıcı, digərsiz B 8 nöqtəsində olan kvadratın sayısını tapın. Deməli, biz burada koordinat oxunu çəksək, koordinat müstəvisini çəksək. Nə olur? Bura Y-dir, bura X-dir. Bir təpəmiz buradadır. Nə ilə göstərək? Bunu fərqli bir rənglə göstərək. Məsələn, bir təpəmiz oldu burada. Bir təpəmiz də oldu B 8 nöqtəsi. Bu A təpəsi deyək, bu B təpəsi. 8, burada olsun -8. Gəlir, düşür bura. B nöqtəmiz. Deməli, bu kvadratın sayısını istəyir bizdən. Kvadratımız belə bir şeydir. Bunun sayısı nə olacaq? N vur uzunluğu.
kvadratın sayəsini verir. Gördüyünüz kimi n də 8-dir, uzunluğu da 8-dir. Çünki burası 0,0 nöqtəsidir. Onda sahəmiz nə olur? 8-in kvadratı, o deyir 64. Bu da oldu bizim sahəmiz. Keçək 76-cı suala. X, Y, Z natural ədədləri üçün x vur y 6-dır, y vur z 18-dir, x üstəlik y üstəlik z cəminin ən kiçik qiymətini istəyir. Burada ədəd qoyaraq da tapa bilərsiniz. Məsələn, y-ə 6 versəz, x-ə 1 verəsiniz. Burada 6, burada 3. Cəmi də olacaq 10, ən kiçik cəmi almış olacaq. Bunu da hardan bilirik? Ən kiçik cəmi olması üçün biz burada ortaq dəyişənə ən böyük qiyməti verməliyik. Ortaq dəyişənimiz y-dir. Y həm 6-nın bölənidir, həm 18-in bölənidir. Deməli, y-ən böyük neçə ola bilər? 6 ola bilər. Y-ləri 6 yazdıq, z-imiz oldu 3, x-imiz oldu 1, cəm də oldu 10. Yəni, belə tapmaq olar. Ya da ki, fərqli bir üsulla belə tapa bilərik. Y-z-i bölə bilərik x-y-ə. Buradan alınar 18 böl 6. Bu da eləyər bizim üçün 3. Bunlar bir-birini aparar, y-lər bir-birini aparar. Z böl x bizim üçün 3 verirsə, deməli natural ədədlərdir z də natural ədəddir, x də natural ədəddir. Ən kiçik qiymətlər olması üçün biz burada x-ə 1 verməliyik, z-ə 3 verməliyik. Təbii ki, y-imiz də buradan alınır 6. Cəmimiz də eləyir x üstəl y üstəl z-imiz də eləyir 1 üstəl 3 üstəl 6 bizim üçün eləyir cavab 10. 77-ci sual. X, y böl x üstəl y istəyir. Deməli, hesablayaq onda. X-in yerinə yazırıq 5 çıx 2 kök 6. Y-in yerinə yazırıq 5 üstəl 2 kök 6. Bunları bir-birinə vururuq. Məxrəcdə isə 5 çıx 2 kök 6. Üstə gəl 5 üstə gəl 2 kök 6. Burada 2 kök 6'lar bir-birinə aparacaq. Cavab alınır məxrəcdə 10. Sürətdə necədir? Gördüyünüz kimi a çıx b, a üstəl b düsturdur. Bu da a kvadratı çıx b kvadratını verir. Yəni 5-in kvadratı çıxılsın 2 kök 6'nın kvadratı. Yəni 25 çıx 24 böl 10 cavab edir 10'da 1. Belə yazmaq olar 0,10'da 1. Cavab oldu 0,10'da 1. 77-ci sual. 78-ci suala baxsaq. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Deməli, biz birinci yeşikdəki qəndin miqdarına x desək, ikinci yeşikdə olacaq bizim üçün 50 çıx x. Çünki cəmləri verir 50-nə. Deyir, birinci yeşikdən 3 kiloqram aldı və 6 gün götürüb. 6 gün götürübsə ümumi neçə kiloqram götürüb? 3 vur 6. Deməli, x kiloqram bizim qəndimiz var idi. Bundan çıxırıq 3 vur 6-nı. 3 vur 6 kiloqram götürdü. Sonrasında bu bərabərdir nəyə? 50 çıx x sayda qəndimiz var idi. Hər gün 2 kiloqram götürüb 6 gün götürüb. Buna da çıxırıq 2 vur 6-nı. Biz buradan tənliq edirik. 2x-imiz bərabərdir 50 üstəl 18 çıx 12 eləyir 56. X-imiz eləyir buradan 28. Bizdən nə istəyir? Birinci yeşikdə nə qədər qənd var idi? Birinci yeşikdəki qəndin sayı onsuz da x idi. Deməli cavabımız olur 28. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 dənə şar partlayıbmış. O bütün şarı alğı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən az neçə şar alıb satmış olar. Deməli, gəlir nədir? Gəlir biz bilirik ki, satış qiymətindən alış qiymətini çıxanda biz alırıq gəliri. Deməli, biz bir şardan nə qədər gəlir əldə edə bilərik? 15 qəpik, çıxılsın 12 qəpik, 3 qəpik bir şardan bizim gəlirimiz var. Biz x sayda şar satmışıqsa, onda bizim gəlirimiz nə qədər olur? 3 vur x. Amma diqqətdən qaçırdığımız bir şey də var ki, 5 dənə şarımızı sata bilməmişik. Onlar partlayıb. Onda 5 dənə də şar ziyana getmişik. Yəni 5 şarımız var. 12 qəpik ziyanı hesablasaq, 5 vur 12 60 qəpik eləyir. Bundan çıxmalıyıq 60 qəpik. Çünki gəlirimiz 60 qəpik ziyana gedir. Və 6 manatdan çox gəlirimiz olur. 6 manatı da qəpiyə çevirsək olur 600 qəpik. Deməli gəlirimiz 6 manatdan çoxdursa 600 qəpikdən böyükdür. Biz buradan 3x-imizi tapırıq neçə? 660-dan böyük.
X-imiz böyükdür 220-dən. X-imiz ən kiçik ola bilər 221. Deməli bizim satıcımız 226 dənə şarımızı alıb 5-i partlayıb 221-ni isə satıb. Bizə də deyir neçə dənəsini alıb satmışdır. 226-sını alıb, amma 226-sını satmayıb. Bax, ona görə cavabımız 221 olacaq. 221-ni alıb, 220-ni də satıb deyə düşünə bilərik. Cavab olur 221. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük, hipotenuzundan isə 2 sm kiçikdir. Deməli, 2 katetimiz var, bir dənə hipotenuzumuz var, düzbucaqlı üçbucaqdır. Katetlərdən birini x desək, o biri bundan 2 sm böyükdür. Yəni x üstəgəl 2-dir. Həm də bu x üstəgəl 2 olan katetimiz hipotenuzdan 2 sm kiçikdir. Yəni bu da bərabərdir x üstəgəl 4-ə. Hipotenuzumuz da bərabərdir x üstəgəl 4-ə. Biz buradan Pifaqor edib cavabı tapa bilərik tənliklə. Məsələn, x-in kvadratı üstəgəl x üstəgəl 2-nin kvadratı bərabərdir x üstəgəl 4-ün kvadratı. Əslində aydın görünür ki, cavab buradan x bərabərdir 6-dır. 6, 8, 13 bucağıdır. Hipotenuzumuz isə 10 olacaq. Hipotenuzumuza c deyək. C bərabərdir 10-dur. Bu əslində gözdən görünən bir şeydir. Amma aydın yazmaq lazım olsa, bu tənlikdən istifadə edəcəyik. Açsaq bunları, x-in kvadratı üstəgəl, x-in kvadratı üstəgəl 4x üstəgəl 4 nəyə bərabərdir? X kvadratı üstəgəl 8x üstəgəl 16. X kvadratları bir-birinə apardı. X kvadratı çıx 4x çıx 12 bərabərdir 0 alındı. Tənliyimiz bu oldu. Vuruqlara ayırdıqda isə x çıx 6, x üstəgəl 2 bərabərdir 0. Biz buradan x1-mizi 6 tapırıq, x2-mizi isə -2 tapırıq. Amma bizim katetimiz mənfi ola bilməz deyə, uzunluğumuz mənfi ola bilməz deyə cavabı 6 götürürük. Katetimiz 6 olur, hipotenuzumuz isə 6 üstəgəl 4, cavab 10 eləyir. Bu sualda belə. Cavabı 10 tapdıq beləliklə. Keçək indi 81-ci suala. 81-ci sualda bizə deyilir ki, BC parçası mərkəzi O olan O nöqtəsi olan yarımçevrənin diametridir. Deməli, BO ilə OC-miz radiuslardır. BC qövsünün uzunluğu 4π'dir. Biz bilirik ki, bura 180 dərəcədir. Qövsün uzunluğu 4π'dir. Qövsün uzunluq düsturunu bilirsiniz yəqin ki, nədir? 2πr vur alfa böl 360. Alfa bölünsün 360 dərəcə. Deməli, bu bərabərdir 4π'yə. Alfamızın yerinə 180 dərəcə yazsaq, 180 bölü 360 olur bizim üçün 2də 1. 2 ilə 2 də bir-birinə aparır. Nə alınır? Pi erimiz olur 4π'yə bərabər. Biz buradan radiusumuzu tapırıq 4. Radiusumuz 4 imiş. Deməli, yazaq onda radiuslara 4. OA tərəfimizi isə bizə verib 6. Və eyni zamanda biz bilirik ki, AB bərabərdir AC-dir. Bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda medianımız həm hündürlük olur, həm tənbölən olur. Deməli, AO xəttimiz həm tənböləndir, həm də burada hündürlükdür. Deyir bizə ümumi fiqurun sayəsini tapın deyir. Ümumi fiqurun sayəsini necə tapa bilərik? Üçbucağın sayəsini taparıq, yarım dairənin sayəsini taparıq və bunları toplayarıq. Deməli, üçbucağın sayəsini tapsaq, S üçbucaq ABC nəyə bərabər olur? Oturacaq vur hündürlük böl 2, yəni 8 vur 6 bölünsün 2 bizim üçün olur 24 üçbucağın sayəsi. Və yarım dairənin sayəsi. S yarım dairə nəyə bərabərdir? Biz yarım dairənin sayəsini necə tapa bilərik? Düsturu bilirik. Pi kvadratı vurulsun alfa böl 360 dərəcə. Alfamız yəni 180 dərəcədir. Deməli 180 böl 360 eləyir 1 böl 2. Radiusun yerinə də 4 qoysaq, nə olur bizim üçün? 16 pi bölünsün 2 eləyir bizim üçün 8 pi. Deməli, yarım dairənin sayəsi də oldu 8 pi. Ümumi fiqurun sayəsi nəyə bərabərdir? S fiqur nəyə bərabər olur? 24 üstəgəl 8 pi. Bu da oldu bizim ümumi fiqurumuzun sayəsi. Bugünlük bu qədər. Suallarımız bitdi. Ümid edirəm ki, sizin üçün çox faydalı olmuş olar. Gələn videolarda görüşənə qədər tövsiyə edirəm ki, bu sualları diqqətlə izləyəsiniz. Gələcək imtahanlarınızda sizə uğurlar arzu edirəm və ümid edirəm ki, sizin üçün bu imtahan da yaxşı keçmiş olar. Sağ olun.